Bir işi həyata keçirəndə, bir işi görəndə söhbət təbii ki, müsbət işlərdən gedir, mənfilərdən hamımızı Allah uzaq eləsin. Çalışın xəyallarınızda, təsəvvürlərinizdə, çalışın deyəndə çalışaq da, hamılıqla çalışaq. Özümüz üçün bir sərhəd tanımayaq. Məsələn, tutalım, alim olmaq istəyirəm, filan qədər oxusam bəsdir. Bu sərhədi onsuz da başqaları bizim üçün düzəldir. Onsuz da başqaları düşünür ki, bu bura qədər öyrənəcək, buradan o tərəfə keçməyəcək, bura qədər uğur qazanacaq. Dəfələrlə tarixdə yox, gedə bilməzsən sözlərinə tuş gələnlər gediblər. Ümumiyyətlə, tarixin ən uğurlu insanları o adamlar olur ki, başqaları deyib ki, bundan bir şey çıxmaz. Onu başqaları onsuz da edir. Sən göylərə uçmaq istəyirsən, biri deyir ki, edə bilməz. Bunu biri deyirsə, sən də onun sözünü təkrar eləmə. Sən özün üçün sərhəd qail olma. Sən özün üçün limit təyin etmə. Sən irəli get. İki cür baxış var da. Biri var ki, daim gözünü zilləyirsən qaranlığa, deyirsən dünya zülmətdir, dünya qaranlıqdır. Bir də var, üzünü tutursan günəşə, qaranlıq arxada qalır. İnsan üzünü günəşə tutan kimi kölgə arxada qalır. Üzümüzü ümid günəşinə doğru tutmalıyıq.